Bir dəstə cihaddan gəldi, Peyğəmbər baxdı onlara. Qan tər içərisində dedi, mərhaba o insanlara ki, kiçik cihaddan gəliblər, qarşıda onları böyük cihad gözləyir. Əvvəla Peyğəmbər bir mərhaba dedi. Yəni onları bir təbrik elədi. Əhsən sizə, kiçik düşmənimizə qalib gəlmişsiniz. Öldürmüşsünüz kafirləri, müşrikləri. Amma qabaqda sizi böyük cihad gözləyir. Buna mərhaba. Amma Peyğəmbər buna mərhaba deməklə insanları nigaran da saxlayır. Yəni əsas mərhaba orada düşür, burada yox. Əsas təbrik oradadır. Görək sən o zəfəri çala biləcəksən yoxsa yox. Çünki ən güclü düşmən şeytandır. Ən güclü düşmən nəfsdir. Peyğəmbər buyurdu ki, ə'da əduvvikə nəfsuk. Sənin ən qatı pis düşmənin nəfsündür. Ya Rasulallah, niyə? Dedi, o düşmənlə dost olmaq olur, amma bu nəfslə dost olmaq olmur.